Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. Biz xaçpərəstik deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: Ey Rəbbimiz, biz iman gətirdik. Bizi də şahidlərlə bir yerə yaz. Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki, Rəbbimizin bizi əməli salih cəmaatla birlikdə cənnətə daxil edəcəyinə ümid edirik. Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. Kafir olub ayələrimizi yalan sayanlar cəhənnəm sakinləridirlər. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevmir. Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz neymətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun. Allah sizi qəsdiniz olmadan işlədiyiniz andları pozduğunuza görə cəzalandırmaz. Lakin O, sizi qəsdlə işlədiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya 10 kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə 3 gün oruç tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun. Allah öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoş edici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən şeytan sərxoş edici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itayət edin, onun elçisinə itayət edin və asi olmaqdan çəkinin. Əgər üç çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir. Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla
imtahan edəcək ki, Allah gizlində kimin ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır. Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən 2 ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruç tutmalıdır ki, öz işinin zərərini datsın. Allah olub keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam almağa qadirdir. Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun. Allah Kəbəni, müqəddəs evi, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi bilən olduğunu anlayasınız. Agah olun ki, Allah şiddətli cəza verəndir. Həmçinin də Allah bağışlayandır, rəhimlidir. Allahın elçisinin vəzifəsi ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxartdığınızı da, gizlində saxladığınızı da bilir. De ki, murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Qur'an nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları, indiyə qədər verdiyiniz bu cür sualları əhv etdi. Allah bağışlayandır, rəhimlidir. Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu səbəbdən kafir olmuşdur. Allah müşriklərin bəhirə, sahibə, vəsilə və ham adlandırıb bütlərə nəzir etdiyi heyvanlar barəsində heç bir göstəriş verməmişdir. Lakin kafir olanlar Allaha qarşı yalan uydururlar. Onların çoxu isə bunu anlamır. Onlara Allahın nazil etdiyinə və göndərdiyi elçiyə tərəf gəlin deyildikdə, atalarımızın tutduğu yol bizə bəsdir deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə, onda necə olsun? Ey iman gətirənlər! Öz qeydinizə qalın. Siz doğru yolda olsanız, haq yoldan azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.
Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən 2 ədalətli kişi bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə, özünüzdən olmayan 2 kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şahidlərə şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar, biz bu andımızı lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz şübhəsiz ki, günahkarlardan olarıq deyə and içsinlər. Əgər hər ikisinin günah iş tutduqları aşkar edilsə, o zaman onların yerini haqsızlığa məruz qalanlardan ölən şəxsə daha yaxın olan 2 kişi tutar və onlar, əlbəttə bizim şahidliyimiz o 2 nəfərin şahidliyindən daha doğrudur və biz həddi aşmadıq. Əks halda biz şübhəsiz ki, zalimlardan olarıq deyə and içərlər. Bu, onların olduğu kimi şahidlik etmələri və ya andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və qulaq asın. Allah günahkar tayfanı doğru yola yönəltməz. Allah elçilərini toplayacağı gün deyəcəkdir: Sizə nə cavab verildi? Onlar isə, bizim elmimiz yoxdur, şübhəsiz ki, qeybləri bilən sənsən, deyəcəklər. Allah deyəcəkdir: Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da mənim iznimlə quş olurdu. Sən mənim iznimlə anadan gəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq aydın dəlillərlə gəldikdə, mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: Bu, açıq aydın sehirdən başqa bir şey deyildir. Bir zaman mən həvarilərə, mənə və elçimə iman gətirin deyə vəhy etmişdim. Onlar da, iman gətirdik, sən də şahid ol ki, biz müsəlmanlarıq demişdilər. Bir zaman həvvarilər demişdilər: Ey Məryəm oğlu İsa, Rəbbim bizə göydən bir süfrə endirə bilərmi? O da onlara demişdi: Əgər möminsinizsə, Allahdan qorxun. Onlar demişdilər: Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun. Bizə doğru söylədiyini bilək və o möcüzəyə şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: Ey Allahım, ey bizim Rəbbimiz, bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və səndən bir möcüzə olsun. Bizə ruzi ver, sən ruzi verənlərin ən yaxşısısan. Allah dedi: Mən onu sizə endirəcəyəm. Amma bundan sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm. Allah deyəcəkdir: Ey Məryəm oğlu İsa, sənmi insanlara Allahı qoyub məni və anamı 2 məbud qəbul edin demişdin? İsa deyəcək:
sən pak və müqəddəssən. Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən. Mən isə sənin özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən sənsən. Mən onlara ancaq sənin mənə əmr etdiyini, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən özün oldun. Sən hər şeyə şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, sən qüdrətlisən, müdriksən. Allah dedi, bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür. Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da ondan razıdırlar. Bu, böyük uğurdur. Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir. Əl-Ənam, Mal-Qara surəsi, mərhəmətli və rəhimli Allahın adı ilə. Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun. Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən O'dur. Onun yanında qiyamət günü üçündə bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz. O, həm göylərdə, həm də yerdə ibadət olunan tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir. Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər. Onlara haqq gəldikdə onu yalan saydılar. İstihza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır. Məyər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də bu açıq-aydın sehirdən başqa bir şey deyildir deyərdilər. Onlar, nə üçün ona mələk endirilməyib dedilər? Əgər biz mələk endirsəydik, iş bitmiş olardı. Onlara isə
möhlət verilməzdi. Əgər biz onu mələk etsəydik, əlbəttə onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq. Əlbəttə səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri məsxəriyə qoyduqları şey hər tərəfdən bürüdü. De ki, yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu? De ki, göylərdə və yerdə olanlar kimə məxsusdur? De ki, Allaha məxsusdur. Allah özünə rəhimli olmağı yazmışdır. Gələcəyinə şübhə edilməyən qiyamət günündə sizi o toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər. Gecə və gündüzdə sükunət içində olanların hamısı ona məxsusdur. O eşidəndir, biləndir. De ki, mən göyləri və yeri yaradan Allahdan başqasını mı dost tutacam? O, hamını yedirir, özünü isə heç kəs yedirmir. De ki, mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi. Odur ki, sən müşriklərdən olma. De ki, əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram. O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm etmişdir. Bu, açıq aydın uğurdur. Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs ona mane ola bilməz. O, hər şeyə qadirdir. O, öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, müdrikdir. Hər şeydən xəbərdardır. De ki, kimin şahidliyi daha böyükdür? De ki, Allah mənimlə sizin aranızda şahiddir. Bu Qur'an mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edin. Məyər siz Allahla yanaşı, ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz? De ki, mən şahidlik etmirəm. De ki, o, tək olan ilahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam. Özlərinə kitab verdiyimiz kəslər, onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər. Allaha qarşı yalan uyduran və ya onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalimlar nicat tapmayacaqlar. O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik. İddia etdiyiniz şərikləriniz haradadır? Sonra onların Allaha, Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq demələrindən başqa bir bəhanələri qalmayacaq. Bax gör, onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar. Aralarında səni dinləyənlər də vardır.
Qur'anı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik. Qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar, bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir, deyərlər. Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər. Odun üzərində dayandırıldıqları vaxt onların, kaş ki bizi dünyaya qaytarıydılar. Onda biz Rəbbimizin ayələrini yalan saymayıb, möminlərdən olardıq dediklərini görəydin. Xeyr, əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qaydardılar. Şübhəsiz ki, onlar yalancıdılar. Onlar dedilər, dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik. Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin. Allah deyəcəkdir, məyər bu dirilmə həqiqət deyilmi? Onlar, əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir, deyəcəklər. O, buyuracaqdır. Elə isə inkar etdiyinizə görə dadın əzabı. Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda, onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər. Dünyada buraxdığımız əməllərə görə vay halımıza. Onların daşıdıqları şey necə də pisdir. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məyər anlamırsınız? Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalimlar Allahın ayələrini inadla inkar edirlər. Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbr etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı. Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa, yerin içinə enə biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb, doğru yola yönəldərdi. Elə isə cahillərdən olma. Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə Allah onları dirildəcək, sonra da onlar onun hüzuruna qaytarılacaqlar. Kafirlər dedilər, niyə ona Rəbbindən bir möcüzə endirilməyib? De ki, şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir.
Lakin onların çoxu bunu bilmir. Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. Ayələrimizi yalan sayanlar, qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. De ki, doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin saat sizi haqlayarsa, Allahdan başqasını mı çağıracaqsınız? Xeyr, siz yalnız onu çağıracaqsınız. Əgər Allah istəsə, ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız. Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi. Şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Beləliklə də zalım qövmün kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha. De ki, bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər? Bax gör, biz ayələri necə izah eləyirik, sonra onlar yenə üç çevirirlər. De ki, bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım qövmdən başqası həlak edilərmi? Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır. De ki, mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəh olunana tabi oluram. De ki, məyər körla görən eyni ola bilərmi? Məyər düşünmürsünüz? Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməllərdən çəkinələr. Rəbbinin üzünü diləyərək səhər və axşam çağı ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavab deysən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavab dehdilər. Onları qovsan,
zalimlardan olarsan. Beləliklə, biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: məyər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdi? Allah şükür edənləri daha yaxşı tanıyan deyildimi? Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de ki, sizə salam olsun, Rəbbiniz özünə rəhimli olmağı əzəldən yazmışdır. Sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən O bağışlayandır, rəhimlidir. Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün biz ayələrimizi beləcə bir-bir izah edirik. De ki, Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir. De ki, mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram. De ki, mən Rəbbimdən nazil olan açıq aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır. De ki, əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalimları daha yaxşı tanıyır. Qeybin açarları onun yanındadır. Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq aydın yazıda olmasın. Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən O'dur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. O, öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, sizə gözətçi mələklər göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və heç bir səhvə yol vermirlər. Sonra onlar özlərinin həqiqi himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız ona məxsusdur və O, ən tez haqq hesab çəkəndir. De ki, acizanə və gizlicə, əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq deyə yalvardığınız zaman, sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir? De ki, ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz. De ki, Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir. Gör, ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.
Qur'an həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De ki, mən sizi qoruyan deyiləm. Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxtı var və siz onu biləcəksiniz. Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üç çevir. Əgər şeytan bunu sənə unuttursa, xatırladıqdan sonra zalım tayfə ilə birgə oturma. Müttəqilər onların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Lakin xatırlatmaq lazımdır ki, bəlkə Allahdan qorxalar. Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır. De ki, biz Allahı qoyub, bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərə mi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə bizə tərəf gəl deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyə mi döndəriləcəyik? De ki, ancaq Allahın haqq yolu doğru yoldur. Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. Namaz qılın, ondan qorxun, məhz onun hüzuruna toplanacaqsınız. Göyləri və yeri haqq olaraq xəlq edən odur. O, ol dediyi gün hər şey olar. Onun sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız ona məxsus olacaqdır. Qeybi və aşkarı bilən də odur. O, müdrikdir. Hər şeydən xəbərdardır. Bir zaman İbrahim atası Azərə demişdi: Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm. Beləcə biz İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o ulduz görüb, bu mənim Rəbbimdir, dedi. O batdıqda isə, mən batanları sevmirəm, dedi. Doğan ayı gördükdə, bu mənim Rəbbimdir, dedi. O batdıqda isə, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım, dedi. Doğan günəşi gördükdə, bu mənim Rəbbimdir, bu daha böyükdür, dedi. O batdıqda isə dedi: Ey qövmüm, həqiqətən mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam. Doğrudan da mən hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Qövmü onunla höcətləşdi. O dedi: Allah məni doğru yola yönəltdiyi halda, siz onun barəsində mənimlə höcətləşirsiniz?
Rəbbimin istədiyi şeylərdən başqa mən sizin ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məyər düşünüb ibrət almayacaqsınız? Siz Allahın sizə haqqında heç bir dəlil nazil etmədiyi bütləri ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm, iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır? İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Bunlar öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin müdrikdir, biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönətdik. Bundan əvvəl Nuhu da doğru yola yönətmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməli salihlərdən idilər. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərində onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər ona şərik qoşsaydılar, əlbəttə etdikləri əməllər puç olardı. Bunlar kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər kafirlər ayələri inkar etsələr, biz onları inkar etməyən bir qövmə həvalə edərik. Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De ki, mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu kitab aləmlər üçün yalnız bir xatırlatmadır. Onlar Allah insana heç bir şey nazil etməmişdir deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki, Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir. Sən Allah de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər. Bu, şəhərlər anası Məkkə əhlini və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru düzgün qılırlar. Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda mənə də vəhy olunmuşdur söyləyəndən
və mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm deyəndən daha zalım kim ola bilər? Zalimları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb, canlarınızı çıxarın, Allaha qarşı nahaq sözlər söylədiyinizə və onun ayələrinə təkəbbür göstərdiyinizə görə, bugün siz cəzalandırılacaqsınız dediklərini bircə görəydin. Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz neymətləri arxanızda qoyub gəldiniz. Öz aranızda Allaha şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz məbudlar isə sizdən uzaqlaşmışdır. Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah. Siz necə də haqdan döndərilirsiniz. Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün hesablama ölçüsü etdi. Bu, qüdrətli və bilən Allahın müəyyən etdiyi hökmdür. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan O'dur. Artıq biz ayələri bilən bir qövmə izah etdik. Sizi tək bir candan yaradan O'dur. Sizin üçün qərar tutacağınız və əmanət saxlanılan yer vardır. Artıq biz ayələri anlayan bir qövmə izah etdik. Göydən su endirən O'dur. Biz onunla hər bir bitkini yetişdirdik. Ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. Onlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar Allah haqqında bir şey bilmədən onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır. O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin yaradıcısı Allahdır. Elə isə ona ibadət edin. O, hər şeyi qoruyandır. Gözlər onu dərk etmir. O isə gözləri dərk edir. O lətifdir. Hər şeydən xəbərdardır. De ki, Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kör olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm. Biz ayələri beləcə izah edirik ki, onlar
sən dərs almısan desinlər və biz də onu bilən adamlara izah edək. Rəbbindən sənə vəhy olunana tabe ol. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Müşriklərdən isə üç çevir. Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə gözətçi qoymamışıq və sən onları qoruyan da deyilsən. Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq. O da nə etdikləri barədə onlara xəbər verəcəkdir. Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De ki, ayələr ancaq Allahın yanındadır. Siz hardan biləsiz ki, o ayələr gəldikdə, onlar yenə də iman gətirməyəcəklər? Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.